Jean-Paul Sartre. Divar. Bizi geniş beyaz otağa itələyib saldılar. Gör işıqdan qamaşan gözlərimə qıydım. Bir an sonra masa arxasında bəzi kağızları vərəqləyən mülki geyimli 4 adam gördüm. O biri məhbuslar aralıda bir-birinə qısılmışdılar. Biz otaqdan keçib onlara qarışdıq. Çoxunu tanıyırdım. Qalanları görünür əcnəbi idi. Qabağımda girdə başlı, bir-birinə oxşayan 2 sarışın adam durmuşdu. Fikirləşdim. Yəqin fransızdılar. Boyca balaca tez-tez şalvarını çəkirdi. Açıq-aşkar əsəbləşirdi. Bütün bunlar artıq 3 saata yaxın idi davam eləyirdi. Tamam kütləşmişdim. Beynim oğuldayırdı. Amma otaq isti idi. Özümü tamamilə babat hiss eləyirdim. Sutkalarla soyuqdan əsmişdik. Nəzarətçilər məhbusları bir-bir masanın yanına gətirirdilər. Mülki geyimli 4 nəfər hər birinin soyadını, peşəsini soruşurdu. Əsasən bundan o tərəfə keçmirdilər. Amma hərdən bir sual verirdilər. Döyüş sursatının oğurlanmasında iştirak eləmisən? Yaxud ayın 10-da səhər hardaydın? Neynirdin? Cavabları hətta qulaq asmırdılar. Yaxud özlərini elə göstərirdilər ki, qulaq asmırlar. Boşluğa baxa-baxa susur, sonra yazmağa başlayırdılar. Tomdan soruşdular. Doğrudanmı beynəlmiləl briqadada iştirak eləyib? Boynuna almamağın mənası yox idi. Onun gödəkçəsindən artıq sənədləri götürmüşdülər. Xuandan heç nə soruşmadılar, amma adın deyən kimi tələsə-tələsə nəsə yazmağa başladılar. Siz ki bilirsiniz, Xuan dedi. Mənim o qardaşım Xoze anarxistdir. Amma o burada yoxdur. Mənsə siyasətlə məşğul olmuram. Heç bir partiyanın üzvü də deyiləm. Onlar dinməzcə yazmağa başladılar. Xuan sakitləşmirdi. Mənim heç bir günahım yoxdur. Başqalarının əvəzinə güdaza getmək istəmirəm. Onun dodaqları titrəyirdi. Nəzarətçi susmağa əmr eləyib onu kənara apardı. Mənim növbəm çatdı. Adınız Pablo Ibietadır? Dedim hə. Adam kağızlara baxıb soruşdu. Rasmon Gris harda gizlənir? Bilmirəm. Siz onu 6-sından 19-unacan orada gizlətmisiniz. Bu belə deyil. Nəsə yazmağa başladılar. Sonra nəzarətçilər məni otaqdan çıxartdılar. Dəhlizdə 2 mühafizəçinin arasında Tom və Xuan dayanmışdılar. Bizi apardılar. Tom nəzarətçilərin birindən soruşdu. Bəs sonra nə olacaq? Hansı mənada? O dilləndi. Bu nə idi? İstintaq yoxsa məhkəmə? Məhkəmə. Aydındır, bəs bizim halımız necə olacaq? Mühafizəçi quru tərzdə cavab verdi. Hökmü sizə kamerada xəbər verəcəklər. Onların kamera adlandırdıqları əslində xəstəxana zirzəmisi idi. Ora həddən artıq soyuq idi, hər yerdən hava gəlirdi. Gecə səhərəcən dişlərimiz bir-birinə dəydi. Gündüz vəziyyət bundan heç də yaxşı deyildi. Əvvəlki 5 günü mən bir arxiyepiskopluğun karserində təkadamlıq kamerada orta çağ dövrünün daş zindanı kimi bir yerdə keçirmişdim. Həbs olunanlar o qədər çox idi ki, onları hara gəldi soxurdular. Mən o daxmaya görə təəssüflənmirdim. Orada soyuqdan donmadım. Tək idim. Bu isə əməlli başlı əldən salır. Zirzəmidə heç olmasa yanımda adamlar vardı. Düzdür, Xuan demək olar ağzını açmırdı. O yaman qorxurdu, həm də həddən artıq cavandı. Danışmalı bir şey yox idi. Amma Tom danışmağı sevir, üstəlik də İspan dilini əla bilirdi. Zirzəmidə oturacaq və 4 həsir vardı. Qapı arxamızca bağlananda oturub bir neçə dəqiqə sustuq. Sonra Tom dedi. Hə, vəssalam, daha işimiz bitdi. Yəqin ki, razılaşdım. Amma uşağa ümid eləyirəm toxunmayacaqlar. Qardaşı döyüşçü olsa da, axı özünün bu məsələyə dəxli yoxdur. Xuana baxdım, deyəsən o eşitmirdi. Tom davam elədi. Bilirsən, onlar Saragosada nələr törədirlər? Adamları səkiyə uzadıb yük maşınlarının üstlərindən sürürlər. Bizə bir mərakeşli Ferrari danışırdı. Bir də deyirlər, beləliklə döyüş sursatına qənaət eləyirlər.
Bəs benzinə qənaət necə olsun? Tom məni əsəbləşdirirdi. Bütün bunları niyə danışırdı ki? Zabitlərsə yol qırağınca əlləri ciblərində, siqaret damaqlarında gəzirlər. Elə bilirsən həmin bədbəxtləri dərhal öldürürlər? Heç də yox. Onlar saatlarla bağırışırlar. Mərakeşli deyirdi ki, əvvəlcə ağırdan heç qışqıra da bilməyib. Əminəm ki, burada belə şey eləməyəcəklər, dedim. Nə olmasa da döyüş sursatları yetərincədir. İşıq zirzəmiyə 4 nəfəslikdən və tavanın solundakı dik göyə baxan girdə dəlikdən düşürdü. Bu, lük idi. Əvvəllər oradan zirzəmiyə kömür atırdılar. Düz onun altında döşəmədə xırda kömür yığını qalanmışdı. Görünür, o, lazareti qızdırmaq üçün nəzərdə tutulmuşdu. Sonra müharibə başladı, xəstələri köçürdülər, kömür də eləcə qaldı. Lüku yəqin örtməyi unutmuşdular. Yuxarıdan hərdən bir yağış damcılayırdı. Qəfildən Tom titrədi. Lənət şeytana, donquldandı. Hər yerim ağrıyır, bircə bu çatmırdı. O qalxıb əl-qol hərəkət eləməyə başladı. Hər hərəkətdə köynəyinin yaxasından ağ tüklü sinəsi görünürdü. Sonra arxası üst uzandı. Ayaqlarını qaldırıb qayçıvari hərəkət eləməyə başladı. Mən onun iri gündəyməzdən necə dartındığını görürdüm. Ümumiyyətlə Tom möhkəm bədənli, bununla belə bir qədər kök idi. Güllələrin, süngülərin bu iri, zərif bədənə yağa girən kimi necə batdığını qeyri-ixtiyari təsəvvürümdə canlandırdım. Arıq olsaydı bu barədə fikirləşməzdim. Mən donmamışdım, amma bununla belə nə qollarımı, nə qıçlarımı hiss eləyirdim. Hərdən bir qəlbimdə müəyyən itki duyğusu baş qaldırır, gödəkcəmi axtara-axtara ətrafa boylanırdım. Amma dərhal da yadıma düşürdü ki, onu geri qaytarmayıblar. Bu məni kədərləndirirdi. Paltarlarımıza götürüb buradakı xəstələrin lap isti yay günlərində geydikləri pambıq şalvarlar vermişdilər. Tom döşəmədən qalxıb üzbəyiz oturdu. Nə oldu? Qızışdın? Yox, lənət şeytana. Yalnız təngnəfəs oldum. Saat 8-ə yaxın kameraya komendant və 2 falanqaçı girdi. Komendantın əlində siyahı var idi. O, mühafizəçidən soruşdu. Bu üçünün soyadı nədir? O cavab verdi. Steinbeck, İbieta, Mirbal. Komendant eynəyini taxıb siyahıya baxdı. Steinbeck. Aha budur. Siz güllələnməyə məhkum edilmisiniz. Hökm sabah səhər yerinə yetiriləcək. O siyahıya bir də baxdı. O biri ikisi də. Amma bu mümkün deyil, Xuan kəkələdi. Bu səhvdir. Komendant təəccüblə ona baxdı. Soyadın. Xuan Mirbal. Tamamilə düzdür, güllələnmə. Amma mən heç nə eləmədim axı. Xuan israr elədi. Komendant çiyinlərini çəkib bizə sarı döndü. Siz Basksınız? Yox. Komendant açıq-aşkar kefsiz idi. Amma mənə dedilər ki, burada 3 Bask var. Güya onları axtarmaqdan artıq işim yoxdur. Əlbəttə ki, sizə keşiş lazım deyil. Sustuq. Komendant dedi. İndi yanınıza Belçikalı həkim gələcək. O, səhərədək sizlə qalacaq. O hərbi salam verib çıxdı. Hə, sənə nə deyirdim? Tom dedi. Xəsislik eləməyiblər. Bu artıq dəqiqdir, cavab verdim. Amma oğlan nəyə görə axı? Əclaflar. Bunu ədalət hissi üzündən söyləmişdim. Bununla belə, düzün desəm, oğlancığaz qətiyyən xoşuma gəlmirdi. Onun həddən artıq incə sifəti vardı. Ölüm qorxusu da sifətin cizgilərini tanınmayacaq qədər eybəcərləşdirmişdi. Hələ 3 gün əvvəl çəlimsiz oğlan idi. Beləsə xoşa gələ bilərdi. Amma indi köhnə xarabalıq kimi görünürdü. Fikirləşdim ki, əgər onu buraxsaydılar, ömür boyu beləcə qalardı. Ümumiyyətlə, oğlana rəhm eləmək lazım idi. Amma mərhəmət məni iyrəndirir. Elə oğlandan da demək olar zəhləm gedirdi. Xuan daha dillənib bir söz demədi. Torpaq rəhli boz oldu. Əlləri, sifəti bozardı. O təzdən oturdu. Böyümüş gözlərini döşəməyə dikdi. Tom xeyirxah idi.
Oğlanın əlindən tutmağa çalışdı, amma o qəzəblə dartındı. Üzü qırışdan eybəcərləşdi. Onu rahat burax, Toma dedim. Görürsən ki, indicə hönkürəcək. Tom həvəssiz tabi oldu. Oğlana birtəhər nəvaziş göstərmək istəyirdi. Bu, onu öz taleyi barədə fikirlərdən yayındırardı. Hər ikisi məni əsəbləşdirirdi. Əvvəllər heç vaxt ölüm barədə düşünmürdüm. Belə təsadüf olmamışdı, amma indi məni nə gözlədiyim fikirləşməkdən başqa çıxış yolum qalmamışdı. Bura bax, Tom soruşdu. Sən heç olmasa onlardan birini öldürdün? Sustum. Tom avqustun əvvəlində altısını necə güllələdiyini təsvir eləməyə başladı. O açıq-aşkar yaranmış vəziyyətlə barışmaq istəmirdi. Aydınca görürdüm ki, bunu istəmir. Elə özüm də baş verənləri əməlli başlı dərk eləmirdim, amma artıq ölməyin ağırlı olub olmadığını düşünür, yandırıcı güllə yağışının bədənimdən necə keçdiyini duyurdum. Bununla belə həmin duyğuların açıq-aşkar mahiyyətə dəxli yox idi. Amma bu zaman narahat olmaya bilmirdim. Onun aydınlaşması üçün irəlidə bütöv bir gecə vardı. Qəfildən də Tom sustu. Çəpəki ona baxıb gördüm, bozarıb. O miskin idi. Mən də fikirləşdim. Hə, bax, başlanır. Gecə isə yaxınlaşırdı. Nəfəslikdən, lükdan içəri tutqun işıq düşür, kömür tozu yığın üzərinə yayılır, formasız ləkələrlə döşəmədə donub qalırdı. Lükün üzərində ulduz gördüm. Gecə şaxtalı, aydın idi. Qapı açıldı. Zirzəmiyə 2 mühafizəçi girdi. Onların arxasınca Belçika hərbi formasında ağsaçlı adam. O bizdən salamlaşıb dilləndi. Mən həkiməm. Bu kədərli vəziyyətdə yanınızda olacam. Xoşa gələn ziyalı səsi vardı. Ondan soruşdum. Bəs soruşmaq ayıb olmasın, nəyə görə? Canla başla qulluğunuzdayam. Axır saatlarınızı yüngülləşdirmək üçün məndən asılı olan hər şeyi eləməyə çalışacağam. Axı bizim yanımıza nəyə görə gəlmisiniz? Hospitalda başqaları çoxdur. Məni məhz bura göndəriblər. O qeyri-müəyyən cavab verdi. Dərhal da tələsi əlavə elədi. Siqaret çəkmək istəyirsiniz? Məndə siqaret, hətta siqar da var. O bizə İngilis siqaretləri, Havana siqarları uzatdı. İmtina elədik. Diqqətlə üzünə baxırdım. Açıq-aşkar çaşdı. Ona dedim. Bura heç də mərhəmət üzündən gəlməmsiz. Sizi tanıdım. Məni həbs elədikləri gün kazarmanın həyətində gördüm. Siz falanqaçıların yanındaydınız. Ona hər şey danışmaq istəyirdi, amma təəccübümə rəğmən bunu eləmədim. Qəfildən Belçikalıya marağımı itirdim. Əvvəllər əgər kimdən yapışırdımsa, onu asanlıqla rahat buraxmazdım. İndi isə danışmaq həvəsim tamam yox oldu. Çiyinlərimi çəkib gözlərimi yayındırdım. Bir neçə dəqiqədən sonra başımı qaldırıb gördüm ki, Belçikalı maraqla mənə göz qoyur. Mühafizəçilər həsrlərin üstündə oturdular. Uzunduraz Pedro darıxdığından nə eləyəcəyini bilmir, yatmamaq üçün arabir başını silkələyirdi. Lampanı gətirim, Pedro qəfildən soruşdu. Belçikalı başını tərpətdi. Fikirləşdim. Onda ziyalılıq qaba qammazdakından artıq deyil. Amma hər halda pis adama oxşamırdı. Soyuq mavi gözlərinə baxıb qət elədim ki, təxəyyül çatışmazlığından simasızlaşır. Pedro çıxdı. Az sonra kerasin lampası ilə qayıdıb onu oturacağın qırağına qoydu. Lampa solğun işıq saçırdı, amma olmamasından yaxşı idi. Dünən qaranlıqda oturmuşduq. Uzun uzadı tavandakı işıq dairəsinə baxırdım. Heyranlıqla göz qoyurdum. Qəfildən bütün bunlar yoxa çıxdı. İşıq dairəsi söndü. Yox, bu qorxu, ölüm fikri deyildi. Sadəcə bunun adı yox idi. Almacıq sümüklərim yanır, kəlləm ağrıdan dağılırdı. Büzüşüb yoldaşlarıma baxdım. Tom əllərini ovucularında gizlətmişdi. Yalnız ağ, qalın saçlarını görürdüm. Balaca Xuanın halı get-gedə pisləşirdi. Ağzı yarı açıq idi, burun deşikləri titrəyirdi. Belçikalı yaxınlaşıb əlini onun çiyninə qoydu. Deyəsən, oğlanı cəsarətləndirmək istəyir, amma gözləri eyni ilə buz kimi soyuq qalırdı.
Əlləri asta-asta aşağı sürüşüb barmaqlarının üstündə dondu. Xuan qımıldanmadı. Belçikalı onun dirsəyini 3 barmağı ilə sıxdı. Görkəmi etinasız idi, amma bu zaman arxasını mənə çevirmək üçün azacıq geri çəkildi. İrəli əyildim. Gördüm ki, saatını çıxarıb əlini buraxmadan bir dəqiqə ona baxdı. Sonra aralandı. Xuanın əli ölü kimi düşdü. Belçikalı divara söykəndi, sonra vacib bir şey xatırlamış kimi cib dəftərçəsini çıxarıb nəsə yazmağa başladı. Əclaf, hiddətlə fikirləşdim. Qoy bir mənim nəbzimi yoxlamaq istəsin, o dəqiqə sifətini dağıdaram. Amma mənə yaxınlaşmadı. Başımı qaldırandasa, baxışlarının üzümə zilləndiyini gördüm. Gözlərimi yayındırmadım. O, avazsız bir səslə dilləndi. Buranın sərin olduğunu bilirsiniz? O doğrudan üşüyürdü. Bətbənizi bənövşəyə rəng almışdı. Yox, üşümürəm, dedim. Amma sərt baxışları məndən çəkmirdi. Qəfildən məsələnin nə yerdə olduğunu başa düşdüm. Əlimi üzümə çəkdim. Üzümü tər bürümüşdü. Bu soyuq zirzəmidə qışın ortasında buz kimi yel çəkəndə tər tökürdüm. Əlimi saçlarıma vurdum. Tamam islanmışdı. Hiss elədim ki, köynəyimi sıxsan suyu axar. Bədənimə kip yapışıb. Artıq azı 1 saat idi, tər axırdı. Mənsə bunu sezmirdim. Amma heyvan Belçikalı hər şeyi yaxşı görürdü. O, damcıların üzümdən necə axdığına göz qoyur, yəqin fikirləşirdi ki, bu da qorxu, az qala patoloji qorxunun şəhadəti. Özünü normal adam sayırdı, fəxr eləyirdi ki, indi bütün normal adamlar kimi üşüyür. Yaxınlaşıb sifətinə şillə çəkmək istəyirdim. Amma ilk hərəkətimdəcə həyam da, qəzəbim də yox oldu. Tam etinasızlıq içində oturacağa çöktüm. Təzdən dəsmalı çıxarıb boynumu silməklə kifayətləndim. İndi saçımdan tərin necə axdığını açıq-aydın hiss eləyirdim. Bu da xoşa gəlməz idi. Bununla belə tezliklə silməyə ara verdim. Dəsmal tamam islandı. Tərsə hələ qurtarmamışdı. Hətta oturacağım da istaq idi. Şalvarım da skamyaya yapışmışdı. Qəfildən balaca Xuan dilə gəldi. Həkimsiz? Həkiməm. Belçikalı cavab verdi. Deyin, bəs o ağrıdı, uzun çəkir? O, nə vaxt? Yox, yetərincə tez. Belçikalı ata kimi cavab verdi. Onun pullu xəstəsini sakitləşdirən həkim görkəmi vardı. Amma eşitmişəm ki, mənə danışırdılar ki, bəzən ilk atəşdən alınmır. Belçikalı başını buladı. Əgər birinci atəş həyati vacib orqanları zədələmirsə, belə olur. Onda da tüfəngi doldurub təzdən nişan alırlar. O ara verdi, xırıltılı səslə əlavə elədi. Buna da vaxt lazımdır. Xuana fiziki əzab qarşısında qorxu əziyyət verirdi. Onun yaşında bu təbii idi. Mənsə bu cür şeylər barədə fikirləşmirdim. Heç də ağrı qarşısında qorxudan tərləmirdim. Qalxıb kömür yığınına tərəf yönəldim. Tom diksinib nifrətlə mənə baxdı. Ayaqqabılarım cırıldayırdı. Bu da onu əsəbləşdirirdi. Fikirləşdim. Doğrudanmı sifətim elə o cür bozarıb? Səma çox gözəl idi. Mənim küncümə işıq düşmürdü. Yuxarı baxmağa bənddim ki, böyük ayı bürcünü gördüm. Amma indi hər şey başqa cür idi. Əvvəllər arxiyepiskopluğun təkadamlıq kamerasında olanda səmanın bir parçasını istədiyim vaxt görə bilirdim. Hər dəfə də o səma məndə müxtəlif xatirələr oyadırdı. Səhər səma masmavi, çəkisiz olanda Atlantik çimərliklərini xəyalıma gətirirdim. Günorta günəş zirvəyə qalxanda bir vaxtlar anços və zeytun yeyə-yeyə Mansanillo içdiyim Sevilya barı yadıma düşürdü. Günortadan sonra kölgədə olanda bir tərəfinə günəş işığı düşən vaxt meydanın yarısını örtən qatı kölgə xəyalıma gəlirdi. Bu yolla səmanın balaca parçasında əks olunmuş torpağı görmək məni kədərləndirirdi. Amma indi səmaya istədiyim kimi baxa bilirdim. Səma yaddaşımda qətiyyən bir şey doğurmurdu. Bu daha çox xoşuma gəlirdi. Yerimə qayıdıb Tomun yanında oturdum. Sustuq. Bir müddət sonra o astadan danışmağa başladı. Sadəcə susa bilmirdi.
Yalnız sözləri ucadan söyləyəndə özünü dərk eləyirdi. Bir kənara baxsa da görünür, mənə deyirdi. O şübhəsiz məni bu cür, olduğum kimi, tərli, kür rəngi, boz görməkdən qorxurdu. İndi bir-birimizə oxşuyurduq. Hər birimiz o biri üçün güzgü idi. O, Belçikalıya, diri adama baxırdı. Sən bunu başa düşəcək vəziyyətdəsən? Soruşdu. Mən yox. Mən də astadan danışdım. Mən də Belçikalıya baxdım. Sən nə barədə danışırsan? O barədə ki, tezliklə başımıza elə bir iş gələcək, bunu ağlıma da sığışdıra bilmirəm. Hiss elədim ki, Tomdan qəribə qoxu gəlir. Deyəsən, qoxuları əvvəlkindən daha kəskin duymağa başlamışdım. Acıladım. Eybi yoxdur, tezliklə anlayarsan. Amma o elə həmin tərzə davam elədi. Yox, bu ağlabatan deyil. Mən mətanətimi axıracan saxlamaq istəyirəm, amma ən azı bilməliyəm. Deməli belə, bizi tezliklə həyata çıxardacaqlar, bu yaramazlar bizimlə üzbəüz düzüləcəklər. Necə bilirsən, neçə nəfər olacaq? Bilmirəm, bəlkə 5, bəlkə də 6. Çox olmazlar. Yaxşı, qoy 8 olsunlar. Onlara qışqıracaqlar, nişan al, mən də özümə tuşlanmış 8 tüfəng görəcəm. Divara doğru çəkilmək istəyəcəm, kürəyimi ona söykəyəcəm, var gücümlə divara sıxılmaq istəyəcəm. Divarsa elə bil gecə qarı basmasında olduğu kimi məni itələyəcək. Bütün bunları təsəvvürümə gətirə bilmərəm. Bir biləydin, nə qədər aydındır. Bilirəm, cavab verdim. Bunu səndən yaxşı təsəvvür eləyirəm. Bu yəqin ki, həddən artıq ağrıdır. Axı onlar eybəcər hala salmaq üçün gözünə, ağzına ateş açmağa çalışırlar. Onun səsində qəzəb duyuldu. Mən öz yaralarımı hiss eləyirəm. Bax, 1 saatdır ki, başım ağrıyır, boynum ağrıyır. Bu da əsl ağrı deyil, ondan daha pisdir. Bu, sabah hiss eləyəcəyim ağrıdır. Bəs sonra nə olacaq? Nə demək istədiyini yaxşı başa düşürdüm, amma istəyirdim ki, bunu anlasın. Bütün bədənimdə elə eyni ağrı duyur, onu özümdə kiçik yaralar kimi gəzdirirdim. O ağrılara öyrəşə bilmirdim, amma onun kimi həmin ağrılara əhəmiyyət vermək istəyirdim. Sonra, sərt təzdə dedim, sonra səni qurtlar yeyəcək. Bundan sonra o elə bil öz-özü ilə danışır, bununla yanaşı gözlərini Belçikalıdan çəkmirdi. Deyəsən, heç nə eşitmirdi. Belçikalının nəyə görə burada olduğunu bilirdim. Fikirlərimiz onu maraqlandırmırdı. Hələ gücünü saxlayan, amma artıq can çəkişən bədənlərimizə göz olmağa gəlmişdi. Gecə qarabasmasında olduğu kimidir. Tom davam elədi. Nə barədəsə fikirləşməyə başlayırsan, sənə elə gəlir bu baş tutur. 1 dəqiqə də keçsə, nəsə başa düşəcəksən. Sonrasa hər şey yan keçir, buxarlanır, yox olur. Öz-özümə deyirəm, sonra heç bir şey olmayacaq. Amma bunun nə demək olduğunu bilmirəm. Bəzən mənə elə gəlir, az qala başa düşmüşəm. Ancaq dərhal hər şey təzdən yan keçir. Mən də ağrı barədə, güllələr, atəş barədə fikirləşməyə başlayıram. Mən materialistəm. Buna görə sənə and içə bilərəm. İnan ki, ağlım başımdadır. Amma nəsə məndə düz gəlmir. Mən öz meyitimi görürəm. Bu o qədər də çətin deyil. Amma onu hər halda mən görürəm. O meydə baxan gözlər də mənim gözlərimdir. Özümü inandırmağa çalışıram ki, daha heç nə görüb eşitməyəcəm. Həyatsa davam eləyəcək. Başqalar üçün. Amma biz bu cür fikirlər üçün doğulmamışıq. Bilirsən, artıq nəsə gözləyə-gözləyə bəzən səhərəcən oyaq qalmışam. Bununla belə, Pablo, bizi gözləyən şey tamam başqadır. O arxadan üstümüzə yıxılır. Buna hazır olmaq da mümkün deyil. Səsini kəs, ona dedim. Bəlkə səndən ötürü keşiş çağıraq, tövbə eləyəsən. O sustu. Artıq sezmişdim ki, peyğəmbərlik eləməyi, mənə adımla çağırmağı, boğuq səslə danışmağı sevir. Bütün bunlara dözmürdüm, amma neyniyəsən? İrlandiyalıların hamısı belədir. Mənə elə gəldi ki, ondan sidik qoxusu gəlir. Düzünü desəm, Toma xüsusi rəğbət bəsləmirdim. Öz münasibətimi ona görə dəyişmək istəmirdim ki, birgə ölməliydik. Bu, məndən ötürü kifayət deyildi.
Elə adamlar tanıyırdım ki, onlarla hər şey başqa cürdür. Məsələn, Ramon Grisi. Amma Juan və Tomun yanında özümü tənha sayırdım. Yeri gəlmişkən, bu məni təmin eləyirdi. Ramon burada olsaydı, yəqin ki, qaşqabaqlı olardım. Beləcə möhkəmdim. Axıracan belə qalmağa bel bağlayırdım. Tom fikirli-fikirli sözləri çeynəməkdə davam eləyirdi. Açıq-aşkar görünürdü ki, yalnız özünün fikirləşməyinə mane olmaq üçün danışır. İndi çoxdanın prostat xəstəsi kimi ondan sidik qoxusu gəlirdi. Amma ümumiyyətlə onunla tamamilə razı idim. Dediklərinin hamısını yəqin ki, mən də deyə bilərdim. Ölmək qeyri-təbiidir. Öləcəyimi anlayan andan ətrafımdakı hər şey, kömür ovuntusu yığını da, oturacaqda, Pedronun yarıma sifəti də mənə süni görünürdü. Bununla belə bu barədə fikirləşmək istəmirdim. Amma yaxşı başa düşürdüm ki, bütün bu gecəni eyni bir şey barədə düşünəcək, birgə əsəcək, birgə tər tökəcəyik. Yana-kona baxdım. İlk dəfə mənə qəribə göründü. Üzündə ölüm həkk olunmuşdu. Qüruruma toxunmuşdu. Ona qulaq asır, onunla danışırdım. Bütün bu müddət ərzində əmin idim ki, tamam ayrı-ayrı adamlarıq. İndi isə əkizlər kimi bir-birimizə oxşamağa başladıq. Yalnız ona görə ki, birgə gəbərməliydik. Tom əlimdən yapışıb yanımdan harasa baxa-baxa dedi. Özümdən soruşuram, Pablo. Hər dəqiqə özümdən soruşuram. Doğrudanmı işsiz, tozsuz yox olacaq? Əlimi çəkib ona dedim. Ayağının altına bax, donuz. Ayağının altında gölməçə vardı. Damcılar şalvarı boyu axırdı. Bu nədir? O çaşqın halda dilləndi. Sən şalvara buraxdın, dedim. Yalandı, dəli kimi qışqırdı. Yalandı, mən heç nə hiss eləmirəm. Belçikalı riyakarcasına mərhəmət göstərib yaxın gəldi. Özünüzü pis hiss eləyirsiniz? Tom cavab vermədi. Belçikalı dinməzcə gölməçəyə baxdı. Bilmirəm, bu necə oldu. Tomun səsində qəzəb duyuldu. Amma mən qorxmuram. Nə istəyirsiniz and içim, qorxmuram. Belçikalı susurdu. Tom qalxıb özünü boşaltmaq üçün küncə yönəldi. Sonra şalvarının qabağını bağlaya-bağlaya geri qayıtdı. Təzdən oturacaqda əyləşib daha səsini çıxarmadı. Belçikalı yazmağına davam elədi. Biz ona baxırdıq. Hər üçümüz. Axı o sağ idi. Onda sağ adamın hərəkətləri, sağ adamın qayğıları vardı. O, sağ adam kimi bu zirzəmidə soyuqdan əsir, tox bədəni ona qeyd şərtsiz itaət eləyirdi. Biz isə öz bədənimizi demək olar duymurduq. Əgər duyurduqsa, onun kimi duymurduq. Şalvarımın qabağının aşağısını yoxlamaq istəyirdim, amma bunu eləməyə cəsarətim çatışmırdı. Çevik ayaqları üstündə möhkəm duran Belçikalıya, öz əzəllərinin ağasına, sabahki gün barədə fikirləşməyə kimsənin mane olmadığı adama baxırdım. Biz əks tərəfdə qana batmış 3 kabusduq. Ona baxır, qan soranlar kimi qanını sorurduq. Bu zaman o balaca Xuana yaxınlaşdı. Ağlına nəyə görə oğlanın başını sığallamaq gəldiyini demək çətindir. Ola bilsin müəyyən peşəkar mülahizələr üzündən bu fikrə düşmüşdü. Bəlkə də onun içində sövq təbii mərhəmət oyanmışdı. Əgər belə idisə, onda gecə ərzində bu bircə dəfə baş vermişdi. O, Xuanın başını, boynunu sığalladı. Oğlan gözünü ondan çəkmədən müqavimət göstərmirdi, amma qəfildən əlindən yapışıb ona vəhşi görkəmlə baxmağa başladı. Oğlan Belçikalının əlini ovuçlar arasında sıxdı. Bu mənzərədə də əyləncəli heç nə yox idi. Bir cüt boz sifət, onların arasındaca cılız, çəhrayımtıl əl vardı. Nə baş verəcəyini dərhal anladım. Görünür, Tom da başa düşdü, amma Belçikalı bunda yalnız minnətdarlıq cəhdi görür, ata sayağa gülümsəməkdə davam eləyirdi. Qəfildən də oğlan o gömbul çəhrayı əli dodaqlarını aparıb dişləməyə başladı. Belçikalı əlini kəskin şəkildə çəkib çıxartdı və səndələyib divara doğru atıldı. O bir dəqiqə bizə dəhşət dolu nəzərlərlə baxdı. Nəhayət ki, onun kimi adam olmadığımızı anladı. Qəhqəhə çəkib güldüm. Mühafizəçilərdən biri təəccübdən dik atıldı. O biri hələ də yatırdı. Yarı açıq göz qapaqları arasından gözlərinin ağı görünürdü. Özümü yorğun, həddən artıq qəzəbli hiss eləyirdim.
Artıq dan yer ağaranda nə baş verəcəyi barədə düşünmək istəmirdim. Ölüm barədə fikirləşmək istəmirdim. Onsuz da ölümü heç nə ilə müqayisə eləmək mümkün deyildi. Sözlər isə boş şeydi. Heç bir mənaları yox idi. Amma kənar bir şey barədə düşünməyə cəhd göstərən kimi mənə tuşlanmış silah lülələrini açıq-aydın görürdüm. Ən azı 10 dəfə fikrən özümün güllələnməyimi yaşadım. Bir dəfəsə hətta gözümə göründü ki, bu aşkarda baş verir. Görünür yüngülcə mürgüləmişdim. Məni divara doğru sürüyürdülər, mən də çırpınır, rəhim diləyirdim. Bu zaman qəfildən oyanıb Belçikalıya baxdım. Yuxuda qışqıra biləcəyimdən qorxurdum. Amma Belçikalı sakitcə nazik bığlarını tumarlayırdı. O açıq-aşkar heç nə sezmədi. Əgər istəsəydim, azacıq mürgüləyə bilərdim. 2 sutka idi gözlərimi yummurdum, lap əldən düşmüşdüm. Amma həyatımın 2 saatını itirmək istəmirdim. Onlar dan yer ağaranda məni itələyəcəklər. Yuxudan üzülmüş halda həyata çıxaracaqlar. Elə tez gəbərdəcəklər ki, hətta cınqırımı da çıxarda bilməyəcəm. Bunu istəmirdim. Məni heyvan kimi öldürmələrini istəmirdim. Əvvəlcə məsələnin nə yerdə olduğunu aydınlaşdırmalıydım. Sonrasa qarabasmalardan qorxurdum. Durdum. Fikirlərimi dəyişmək üçün var-gəl elədim. Keçmişi yadıma salmağa çalışdım. Elə bu zaman da xatirələr məni nizamsız halda bürüməyə başladı. Onlar cürbəcür idi. Yaxşıları da vardı, pisləri də. Hər halda indiyəcən mənə belə gəlirdi. Yadıma müxtəlif hadisələr düşdü. Tanış üzlər görünüb yox oldu. Valensiyada bazar günü yarmarka zamanı öküzün boynuzundan qaldırdığı lap gənc Novelieronun üzünü gördüm. Əmilərimdən birinin üzünü gördüm. Ramon Garcia'nın üzünü gördüm. 26-cı ildə 3 il necə işsiz gəzdiyimi, acından, doğrudan da necə gəbərdiyimi xatırladım. Grenadada bir dəfə üstündə gecələdiyim oturacağı xatırladım. 3 gün idi ağzıma bir tikə də almamışdım. Dəli olmuşdum, ölmək istəmirdim. Bütün bunları yadıma salıb gülümsündüm. Xoşbəxtliyin, qadınların, azadlığın arxasınca nə qədər doyumsuz acgözlüklə gəzirdim. Nəyə görə? Mən İspaniyanın xilaskar olmaq istəyirdim. Pi Marqala baş əyirdim. Mən anarxistlərə qoşulmuşdum, mitinqlərdə çıxış eləyirdim. Bütün bunların hamısına ciddi baxırdım. Elə bil ölüm mövcud deyildi. Bu dəqiqələrdə məndə belə bir duyğu vardı. Sanki elə bil bütün həyatım ovuc içindəki kimi gözlərimin qabağındadır. Fikirləşdim. Nə qədər iyrənc yalandı. Həyatım bir qəpiyə də dəyməzdi. Çünki əvvəlcədən məhkum idi. Özümdən soruşurdum. Küçələrdə necə avaralanmışam, qadınların dalınca necə düşmüşəm. Əgər güman belə eləsəydim ki, bu cür çürüyəcəm, heç barmağımı da tərpətməzdim. İndi ömrüm başa çatmışdı. Kisə ağzı kimi bağlanmışdı, amma ondakı hər şey bitməmişdi, başa çatmamışdı. Mən artıq deməyə hazırdım. Hər halda bu gözəl həyat idi. Amma qeydləri, qaralamaları necə qiymətləndirmək olar? Axı, heç nə başa düşmədim. Mən əbədiyyət girovu üçün veksellər doldururdum. Təəssüflənə biləcəyim çox şey, məsələn, Kadis yaxınlığındakı kiçik körfəzdə Mansanilya yaxud çimmək olsa da, heç şeyə acığım tutmurdu. Amma ölüm məni bütün əvvəlki heyranlıqdan məhrum eləmişdi. Qəfildən Belçikalının ağlına gözəl fikir gəldi. Dostlarım, dedi. Mən sizin əzizlərinizə bir neçə kəlmə sözünüzü çatdırmaq üçün, əlbəttə əgər hərbi administrasiya icazə versə, öz üzərimə öhdəlik götürməyə hazıram. Tom donquldandı. Mənim heç kəsim yoxdur, dedi. Sustum. Tom bir an gözlədi, sonra maraqla soruşdu. Necə? Konçaya heç nə çatdırmaq istəmirsən? Yox. Bu cür söhbətlərə dözmürdüm. Amma burada özümdən başqa günahlandırmaq adam yox idi. Konça barədə ona dünən danışmışdım, amma özümü saxlamalıydım. Hələ dünən onunla 5 dəqiqəlik görüş üçün qolumu baltanın ağzına verərdim. Tomla onun barəsində də elə buna görə danışmışdım. Bu məndən güclü idi.
Amma indi artıq onu görmək istəmirdim. Ona deməyə söz tapmazdım. Hətta onu qucaqlamaq da istəməzdim. Bədənim məni iyrəndirirdi, çünki torpaq rəngi boz və yapışqanlı idi. Onun bədəninin də məni elə bu cür iyrəndirməyəcəyinə əmin deyildim. Konça ölümümdən xəbər tutub ağlayacaq, bir neçə aylığa həyata marağını itirəcək. Bununla belə məhz mən ölməliyəm. Konçanın gözəl mehriban gözlərini xatırladım. Üzümə baxanda ondan mənə nəsə keçirdi, amma buna son qoyulmuşdu. Əgər indi baxsaydı, baxışları özündə qalardı. Sadəcə mənə gəlib çatmazdı. Mən tənha idim. Tom da tənha idi, amma tamam başqa cür tənha idi. O, çömbəlib qəribə təəccüblü yarım təbəssümlə oturacağa baxmağa başladı. Əli ilə ona elə toxundu ki, elə bil nə isə dağıtmağa qorxurdu. Sonra əlini çəkib diksindi. Tomun yerində olsaydım, oturacağa baxmaqla əylənməzdim. Ola bilsin, bu elə həmin İrlandiya komediyasıdır. Amma əşyaların nəsə qəribə göründüyünü mən də sezdim. Daha yayğın, həmişəkindən daha yumşaq idilər. Oturacağa, çırağa, kömür ovuntusu yığınına baxmağa bənddim ki, dərhal aydın olsun. Mən olmayacam. Şübhəsiz öz ölümümü aydın təsəvvür eləyə bilmirdim, amma onu hər yerdə, xüsusilə əşyalarda, onların məndən uzaqlaşmaq, aralda durmaq cəhdində görürdüm. Bunu sezilmədən ölən kəsin yatağı başında pıçıltı ilə danışan adamlar kimi sakitcə eləyirdilər. Anlayırdım ki, Tom bayaq oturacaqda öz ölümünü yoxlayırdı. Əgər həmin dəqiqədə mənə hətta işarə eləsəydilər ki, öldürməyəcəklər, arxayınca çıxıb gedə bilərəm. Bu, laqeydliyimə xələl gətirə bilməzdi. Sən ölməzliyə ümidini itirdinsə, nə qədər bir saat yoxsa bir neçə il gözləməli olduğunun nə fərqi var? İndi məni heç nə cəlb eləmir. Sakitliyimi heç nə pozmurdu. Amma bu, qorxunc sakitlikdir. Bunun da günahı bədənimdir. Gözlərim görürdü, qulaqlarım eşidirdi, amma bu, mən deyildim. Bədənim tək tənha titrəyir, tərə batırdı. Daha onu tanıya bilmirdim. O artıq mənim deyildi, başqa bir adamın idi. Mən də nəyə çevrildiyini öyrənmək üçün onu yoxlamalı olurdum. Hərdən bir onu hər halda hiss eləyirdim. Məni elə hiss bürüyürdü, elə bil harasa sürüşürəm. Yerə enən təyyarə kimi düşürəm. Ürəyimin necə bərk döyündüyünü duyurdum. Bu mənə heç də təskinlik vermirdi. Bədənimin həyatı ilə bağlı olan hər şey mənə yapışqanlı, iyrənc, iki mənalı görünürdü. Amma əsasən özünü sakit aparır, mən də yalnız qəribə ağırlıq duyurdum. Elə bil sinəmə qəribə bir heyvan sığınmışdı. Mənə elə gəlirdi ki, cismimə nəhəng qurd dolanır. Şalvarımı yoxlayıb gördüm yaşdı. Bunun tər yoxsa sidye olduğunu heç başa düşmədim, amma hər ehtimala qarşı kömür yığınına sarı cumdum. Belçikalı saatını cibindən çıxarıb baxdı, dilləndi. 4-ün yarısıdır. Əclaf, o bunu qəsdən elədi. Tom onsuz da yerindən dik atıldı. Necə olmuşdusa, vaxtın keçdiyini unutmuşduq. Gecə bizi özünün qatı qaranlığına bürümüşdü. Onun nə vaxt düşdüyünü heç cür yadıma sala bilmirdim. Balaca Xuan səsini başına atmağa başladı. O əllərini ovuşdurub qışqırırdı. Mən ölmək istəmirəm, ölmək istəmirəm. O əllərini ovuşdura-ovuşdura qaçıb zirzəminin o başına getdi. Həsirin üstünə yıxılıb ağladı. Tom ona tutqunlaşmış gözləri ilə baxırdı. Hiss olunurdu ki, təskinlik verməyə qəti həvəsi yoxdur. Bunun xeyri də yox idi. Oğlan bizdən daha artıq səs-küy salsa da, əzabı o qədər də ağır deyildi. O, özünü ölümcül qızdırma xəstəliyindən xilas olmağa çalışan xəstə kimi aparırdı. Bizim vəziyyətimiz daha ağır idi. O ağlayırdı, özünə nə qədər yazığı gəldiyini görürdüm. Ölümün özü barədə isə əslində fikirləşmirdi. Bir anlığa, qısa bir anlığa elə bildim ki, mən də ağlayacam. Mənim də özümə yazığım gələcək. Amma bunun əksi baş verdi. Oğlana baxıb arıq titrəyən çiyinlərini gördüm. Hiss elədim ki, insanlığımı itirmişəm. Artıq nə özümə, nə də başqasına rəhm eləyəcək vəziyyətdə idim. Özümə dedim, sən ləyaqətli ölməlisən.
Tom ayağa qalxıb düz açıq lükun altında durdu. Diqqətlə işıqlanan səmaya baxmağa başladı. Mən təkrarlamaqda davam eləyirdim. Ləyaqətlə ölmək, ləyaqətlə ölmək. Başqa heç bir şey barədə düşünmürdüm. Amma Belçikalı bizə vaxtı xatırladandan bəri onun necə axdığını və damcı-damcı axıb getdiyini qeyri-iradi duyurdum. Tom, eşidirsən deyəndə hələ qaranlıq idi. Hə, cavab verdim. Həyətdən addım səsləri gəlirdi. Orada nəyə görə gəzişirlər? Axı bizi qaranlıqda güllələməyəcəklər ki. Bir dəqiqə sonra hər şey sakitləşdi. Toma dedim. İşıqlaşır. Pedro əsnəyə-əsnəyə qalxdı. Çırağı üfürüb keçirdi. Dostuna sarı döndü. İt kimi üşüdüm, dedi. Zirzəmi bozumtul yarıqaranlığa büründü. Uzaqdan atəş səsləri eşitdik. Başlanır, Toma dedim. Məncə bunu arxa həyətdə eləyirlər. Tom Belçikalıdan siqaret istədi. Mən özümü saxladım. Nə çəkmək, nə içmək istəyirdim. Həmin dəqiqədən aramsız atəş açırdılar. Anladın? Tom dilləndi. O, nəsə əlavə etmək istəyirdi, amma susub qapıya baxdı. Qapı açıldı. İçəri leytenantla 4 əskər girdi. Tom siqareti əlindən saldı. Steinbeck. Tom cavab vermədi. Pedro başı ilə onu göstərdi. Juan Mirbal. Həsirin üstündəkidir. Qalx, leytenant qışqırdı. Juan qımıldanmadı. 2 əskər qoltuğunun altından girib oğlanı ayağa qaldırdı, amma onlar ayağı qaldıran kimi Juan təzdən yıxıldı. Əskərlər qətiyyətsiz halda dayanmışdılar. Bu artıq belə hala düşən birinci adam deyil, leytenant dedi. Onu aparmaq lazım gələcək. Hər şey qaydasında olacaq. O Toma sarı döndü. Çıx. Tom hər yanda bir əskər çıxdı. O bir ikisi Juanın çiyinlərindən və baldırlarından yapışıb onların ardınca çıxdı. Juanın şuuru yerində idi. Gözləri geniş açılmışdı. Yanaqlarından yaş axırdı. Mən qapıya doğru addımlayanda leytenant dayandırdı. İbieta sizsiz? Hə. Gözləməli olacaqsınız. Tezliklə gəlib aparacaqlar. O çıxdı. Belçikalı ilə 2 mühafizəçi də onun dalınca getdi. Tək qaldım. Nə baş verdiyini anlamırdım. Onların bütün bunlara dərhal son qoymalarını üstünlük verərdim. Qulağıma atəş səsləri gəlib çatırdı. Aralarındakı fasilə demək olar eyni idi. Hər dəfə də diksinirdim. Ulamaq, saçlarımı yolmaq istəyirdim. Amma dişlərimi bir-birinə sıxıb, əllərimi ciblərimə soxdum. Tablamaq lazım idi. Bir saatdan sonra arxamca gəlib məni 1-ci mərtəbədəki balaca otağa apardılar. Otaq siqar qoxuyurdu və elə boğanağı idi ki, az qala nəfəsim kəsildi. 2 zabit kresloya yayxanıb siqaret çəkirdi. Dizlərinin üstündə kağızlar səpələnmişdi. Sənin soyadın İbietadır? Hə. Ramon Gris harda gizlənir? Bilmirəm. Məni sorğu-suala tutan alçaq boylu gömbuluydu. Gözləri iynəyinin arxasından üzümə sərt-sərt dikilmişdi. O dilləndi. Yaxın gəl. Yaxın getdim. Qalxıb mənə elə hiddətlə baxdı ki, elə bil yerə girməyimi istəyirdi. Sonra qollarımı burmağa başladı. Bunu heç də mənə əziyyət vermək istəyindən eləmirdi, sadəcə oyun çıxardırdı. Özünü hökm yiyəsi kimi duymağa ehtiyacı var idi. Sifətini mənə yaxınlaşdırıb iyili nəfəsimi üzümə verdi. Bu, 1 dəqiqəyəcən davam elədi. Gülməkdən özümü güclə saxladım. İndicə öləcək adamı qorxutmaq üçün daha təsirli bir şey lazım idi. Buna görə o, yetərincə zəif oynadı. Sonra məni kəskin tərzdə itələyib təzdən oturdu. Dilləndi. Ya sən, ya o. Onun harda olduğunu desən sağ qalacaqsan. Hər halda bu qalstuklu çəkməli tiplər də öləcəkdilər. Düzdür, məndən sonra öləcəkdilər, amma mahiyyətcə uzun çəkməyəcəkdi. Onlar öz kağızlarından müəyyən adlar seçirdilər.
Tutmaq, güllələmək üçün adamların dalınca düşürdülər. İspaniyanın gələcəyinə bir çox başqa şeylərə öz baxışları vardı. Onların işgüzar səyləri məni cinləndirir, gülməli görünürdü. Ağıllarını itirmiş adamlara oxşuyurdular. Onların yerində olmaq istəməzdim. Gülüş doğuran gömbul, alçaqboy, qırmaçla çəkməsini şappıldada gözlərini çəkmədən mənə baxırdı. Onun bütün hərəkətləri dəqiq hesablanmışdı. Vəhşi heyvan təəssüratı bağışlamaq istəyirdi. Nədir, anladın? Chrisin indi harda olduğunu bilmirəm. Cavab verdim. Ola bilsin Madriddədir. O bir zabit tənbəl-tənbəl əlini qaldırdı. Bu tənbəllik də hesablanmışdı. Onların əvvəlcədən düşünülmüş bütün üsullarını çox gözəl görür, bütün bunlardan zövq alan adamların olduğundan heyrətlənirdim. Sizə fikirləşmək üçün 15 dəqiqə vaxt veririk, dedi. Onu mələf otağına aparın, 15 dəqiqədən sonra geri gətirin. Əgər inat göstərsə dərhal güllələyin. Əclaflar nə elədiklərini bilirlər. Gecəni intizar içində keçirdim, sonra Xuanla Tomu güllələyənəcən məni zirzəmidə 2 saat oturmağa məcbur elədilər. İndi isə mələf otağına salmaq niyyətindədilər. Şübhəsiz belə şeyləri dünən hazırlayıblar. Qət eləyiblər ki, bütün bu əməllərə əsəblərim dözməyəcək, sınacam. Amma burada səhvə yol verdilər. Şübhəsiz Chrisin harda gizləndiyini bilirdim. O, şəhərin 4 kilometrliyində əmsi uşaqlarının evində gizlənirdi. Həm də yaxşı bilirdim ki, mənə işgəncə verməyə başlamasalar, amma deyəsən bunu ağıllarına gətirmirdilər, onun sığınacağının yerini demərəm. Bütün bunlar mənə 100% aydın idi. Şübhə doğurmurdu və ümumiyyətlə qəti maraqlandırmırdı. Bununla belə özümü niyə başqa cür yox, bu cür apardığımı anlamaq istəyirdim. Niyə Ramon Chrisi ələ verməyi yox, gəbərməyi üstün tuturam? Nəyə görə? Axı daha Ramonu sevmirdim. Ona dost münasibətim gecə sona yetəndə, Konçaya sevgim, yaşamaq istəyim öləndə ölmüşdü. Əlbəttə, ona həmişə hörmət eləmişdim. Mətin adamdı, amma hər halda heç də onun əvəzində buna görə ölməyə razı olmamışdım. Chrisin həyatı mənə öz həyatımdan dəyərli idi. Heç bir həyatın bir qəpik qiyməti yoxdur. Adamı divara doğru itələyib gəbərənəcən üstünə güllə yağdıranda kim olur olsun, mən yaxud Ramon Chris, yaxud üçüncü biri, prinsipcə hamısının dəyəri eynidir. Gözəl bilirdim ki, o İspaniyaya daha çox lazımdı, amma indi İspaniyaya da, anarxizmə də tüpürmək belə istəmirdim. Amma hər halda buradayam. Ramon Chrisi ələ verib öz canımı qurtara bilərəm, amma bunu eləmirəm. Eşşək sayağı inatkarlığım mənə az qala əyləncəli gəlirdi. Fikirləşdim. Belə qanmazlıq olarmı? Hətta qəribə tərzdə şənləndim. Ardımca yenidən gəldilər, elə həmin otağa apardılar. Ayaqlarımın altından suçovu işığıyıb keçdi. Bu da mənə əyləndirdi. Falanqaçılardan birinə sarı döndüm. Ora bax, suçovul, dedim. Nəzarətçi cavab vermədi. O, qaşqabaqlı idi. Hər şeyi ciddi qəbul eləyirdi. Məni qəhqəhə çəkib gülmək istəyi bürüdü. Amma özümü saxladım. Qorxurdum ki, başlasam dayana bilməyəcəm. Falanqaçı bığlı idi. Ona dedim. Bığını qırx, heyvan. Adamın hələ sağ vaxt üzünü tük basmasına imkan verməsi mənə gülməli göründü. O, tənbəl-tənbəl mənə təpik vurdu. Sustum. Hə, nə oldu? Gömbul soruşdu. Bir qərara gəldin? Ona nadir həşərata baxan kimi maraqla nəzər salıb cavab verdim. Hə, onun harda olduğunu bilirəm. Qəbirstanlıqda gizlənir. Sərdabədə ya da gözətçinin daxmasında. Bunun ardınca onları dolamaq istədim. Necə yerlərindən sıçrayacaqlarına, dolaqlarını sarıyacaqlarına, işgüzar görkəmlə əmrlər verəcəklərinə baxmaq istəyirdim. Onlar doğrudan da yerlərindən sıçradılar. Getdik. Molyes, Leytarant Lopesdən 15 nəfər götürün. Əgər bu doğrudursa,
Tösmərək dedi. Mən öz sözümə əməl eləyəcəm. Amma bizə kələk gəlsən, halın pis olacaq. Onlar gürültü ilə otaqdan bayıra atıldılar. Mənsə falanqaçıların mühafizəsi altında sakitcə oturub qaldım. Hərdən bir pıqqıldayırdım. Onların var gücləri ilə qəbirstanlığa necə cumduqlarını təsəvvür eləmək əyləncəli idi. Mənə elə gəlirdi ki, ağıllı hərəkət eləmişəm. Bütün bunların hamısını kənar gözdən görürdüm. Özündən qəhrəman düzəltmək istəyən inatkar məhbus, qəbirlərin arasında vurnuxan samballı, bığlı falanqaçılar, hərbi formada adamlar. Doğrudan da çox gülməli mənzərədir. Yarım saatdan sonra Gömbul qayıtdı. Fikirləşdim ki, indi məni güllələməyə əmr eləyəcək. Görünür, o birlər qəbirstanlıqda qalmışdılar. Amma zabit diqqətlə məni süzürdü. O heç də axmaq yerinə qoyulmuş adama oxşamırdı. Onu əsas həyətə, qalanların yanına aparın. Hərbi əməliyyatlar başa çatandan sonra taleyini tribunal həll eləyəcək. Fikirləşdim ki, onu düz başa düşməmişəm. Soruşdum. Necə, bəyən məni güllələməyəcəklər? Hər halda, indi yox. Sonrası da bu artıq mənlik deyil. Mən hələ də anlamırdım. Amma niyə? Soruşdum. O dinməzcə çiyinlərini çəkdi. Əskərlər məni apardılar. Ümumi həyətdə 100-ə yaxın məhbus, qocalar, uşaqlar yığışmışdı. Tam çaşqınlıq içində ortadakı kolun ətrafında gəzişməyə başladım. Günorta bizi yeməkxanaya apardılar. 2 ya 3 nəfər məndən danışmağa cəhd elədi. Görünür, tanışdıq, amma onlara cavab vermədim. Artıq harda olduğumu, nə baş verdiyini anlamırdım. Axşama yaxın həyətə bir dəstə yeni məhbus itələyib saldılar. Aralarında çörəkçi Qarsiyanı tanıdım. O mənə qışqırdı. Bəxtli adamsanmış. Mənsə səni sağ görməyə ağlıma gətirmirdim. Məni güllələnməyə məhkum elədilər. Cavab verdim. Sonrası fikirlərini dəyişdilər. Səbəbini başa düşə bilmirəm. Məni saat 2-də tutdular. Qarsiya dedi. Nəyə görə? Qarsiya siyasətlə məşğul olmurdu. Anlaya bilmirəm. Qarsiya cavab verdi. Özləri kimi düşünməyənlərin hamısını tuturlar. O səsini alçatdı. Qris ələ keçdi. Diksindim. Nə vaxt? Bugün səhər. Ağlı çaşmışdı. Çərşənbə günü qardaşı ilə əməlli başlı dalaşıb onun yanından getdi. Ona sığınacaq vermək istəyən nə qədər desən adam vardı. Amma heç kəsi zərbə altında qoymaq istəmədi. Mənə dedi, İbiyetanın evində gizlənərdim, amma bir halda ki onu tutublar, qəbirstanlıqda gizlənəcəm. Qəbirstanlıqda? Hə, axmaq işdi. Bugün səhərsə ora basqın elədilər. Onu gözətçinin daxmasında yaxaladılar. Qris atışırmış, onlar da vurublar. Qəbirstanlıqda, təəccüblə dedim. Hər şey gözlərimin qabağında yayıldı. Yerə yıxıldım. Elə bərk qəhqəhə çəkdim ki, gözlərimdən yaş axdı.